Elə duyula bilər ki, sanki 50, 60 yaş arasında ömür sürən, həyatın bütün ağrılarını, acılarını çiynində gəzdirmiş ahıl bir insan haqqında bəhs edəcəm, danışacağım. Yaşından böyük adamlar haqqında çox eşitmişdim və hardasa qəbul edirdim. Baxın, mənim qəhrəmanımın isə 50, 60 deyil, vur tut, 35 yaşı var. Fikirləşirəm. Axı bu qədər hörməti, bu qədər izzəti 35 ildə necə qazanmaq olar? Onun qayğıkeş baxışları, mehriban ünsiyyəti, gözə çarpan əl qabarları sənə ümid, arxayınlıq, mənəvi rahatlıq verir. Məsləki kömək etmək, əl tutmaq, elin xeyrində, elin şərində ürəklə, canfəşanlıqla iştirak etməkdir. O elini, obasını həmişə halal alın tərinə şərik bilmişdir. Uşaqla uşaq olmuşdur. Böyüklərlə də öz kiçikliyini fəxrlə, baş ucalığı ilə göstərmişdir. Bu şəxs Elşən Əflağoğludur. Masallı rayonu, Güllütəpə kəndi. Mənim əzizim, bu şeir nümunəsini sənə, sənin alın tərinə, sənin halal əməyinə deyirəm. Qardaş, sözü budur dədə babanın. Xalqa çək, yad yükü çəkəndən olma. Sən çalış ürəyində elçin, oba üçün ev tik, evləri sökəndən olma. Dur demə, yerini qocaya dur, ver. Söyləmə quraram, əlinlə qur, ver. Bacarsan inamsız gözlərə nur ver, işıqlı gözləri tökəndən olma. Alnının şöləsi aləmə saçsın. Adını eşidib xəyanət qaçsın, əməlin, əməyin hər yerdə qızıl gül açsın. Şax dayan, boynu bükəndən olma. Şax dayan, boynu bükəndən olma. Əziz Elşən, mən də, elim də, obam da sənin qabiliyyətin qarşısında baş əyirik. Allah səni qorusun. Allah səni var eləsin, mənim əzizim.